Mətnin tezislərinə aid edilə bilməz. Canlıların inkişafı bir-biri ilə sıx şəkildə bağlıdır. Bu doğru fikirdir. Çünki mətndən də biz görürük ki, qarışqalar digər canlıların yaşaması üçün önəmli rol oynayırlar. Misal üçün, burada yaza bilərik ki, onlar ekosistemin təmizləyici qüvvəsidir. Həmçinin ölü həşəratları, yarpaqları, digər üzvi qalıqları toplayırlar. Bundan başqa qarışqalar bir çox quş, sürünən və kiçik məməlilər üçün qida mənbəyidir və s. Təbiət ünsürləri müstəqil şəkildə fəaliyyət göstərirlər fikri mətnə əsasən yanlışdır. Çünki biz girişdən görürük ki, hər bir canlı növü ekosistemin sabitliyinə təsir edir və yaxud da biz burada ikinci abzasda təbiətdəki əməkdaşlığın gözəl nümunələrindən biridir. Hansı ki, qarışqaların da birlikdə fəaliyyət göstərdiklərinin şahidi oluruq. Deməli, təbiətdəki ünsürlər bir-biri ilə sıx bağlıdır. Həm qarışqaların digər canlıların həyatına təsiri var, həm də özləri birlikdə fəaliyyət göstərirlər. Bəzi canlıların təbiətdə xeyri və ziyanı var. Ziyan ümumiyyətlə mətndə görünmədiyinə görə bu da yanlış fikirdir. Qarışqaların ekosistemdəki əsas funksiyalarından biri torpağın məhsuldarlığına təsirdir. Bu doğrudur, 4-cü abzasda yazılmışdı. Bəzi canlılar əsrarəngiz gözəlliyə sahibdir. Mətndə qarışqaların görünüşü, gözəlliyi barədə məlumat verilmədiyinə görə bu fikri seçə bilmirik. Ona görə cavabımız olacaq 2, 3 və 5.